Salam əziz izləyicilərim, YouTube kanalıma xoş gəldiniz. Biz bugün bayram süfrəsi üçün toyuq ləvəncisi eləyəcəyik. Bunun üçün 2 toyuq götürmüşəm. Bir toyuq üçün 300 qram qoz ləpəsi gedir. Mən 2 toyuq olduğuna görə 600 qram qoz ləpəsindən istifadə eləyəcəyik. 4 baş qırmızı soğandan istifadə eləyəcəyik. Qırmızı soğandan daha dadlı olduğuna görə bundan istifadə eləyirəm. Zövqə görə duz, istiot, mayonez, alça turşusu. Evimdə alça turşusu açıq rəngli olduğuna görə, sarı alça turşusu olduğuna görə bundan istifadə eləyirəm. Qara turşu olsa daha da ləzzətli olar. Əvvəlcə biz toyuğumuzu bıçaqla bəzi hissələrindən deşəcəyik. Bu cür toyuğun qalın hissələrindən deşiklər açırıq. Sonra toyuqlarımızı duzlayıb, siyotlayıb, turşulayıb, mayonezləyib bir sutka o cür saxlayırıq ki, dadlar toyuğa daha da yaxşı hopsun. Soğanımızı da çəkdikdən sonra onu marların arasına qoyub acı suyunu çıxardıb sonra qoza qatırıq. Qoz üzərinə də turşu əlavə edib soğanla qoza qarışdırırıq. Çalışırıq ki, soğan canında su qalmasın. Suyunu sıxdığımız soğanı marların arasından qozun üzərinə, qozun üzərinə boşaldırıq. Sonra bura zövqə görə duz, istiot, kontrollu şəkildə tökmək lazımdır. Yoxlayacaq. Bir qaşıq turşu tökərək qarışdırırıq. Xanlar, yaxşı olar ki, bu cür ləvəngini əllə qarışdıraq. Onda bir-birinə daha gözəl oturur, qarışır. Vallahi bir gün keçdi. Soyuducudan toyuğumuzu çıxartdıq. Ləvəngimiz də hazırdır. Məndə 2 toyuq olduğuna görə 600 qram qoz götürmüşdüm bildiyiniz kimi. 4 baş soğan. İndi bunu yarı bölüb, yarısını bir toyuğa, yarısını bir toyuğa dolduruq.
Ləvəngini toyuğun içərisinə bu cür doldurduqdan sonra kimsəsə sapla, iynə sapla tikə bilər. Mən isə diş çöpündən istifadə edirəm. Bu cürə ağzını bərkidirəm, ləvəngi tökülməsin deyə. Ləvəngilərimizi bu cür toyuğa doldurduq. İndi isə bunu sobaya qoyub kontrollu şəkildə bişirəcəyik. Qıpqırmızı qızarana kimi gözləyək. Artıq ləvəngimiz hazırdır, nar kimi qızarıb. İndi isə onu servis eləyək. Ləvəngimiz servizə hazırdır. Cənub zonasında adətən ləvəngini plovla yeyirlər. Mən də bu cür elədim. Plov süzdüm, dəmlədim, bu cür servis elədim. Göz haqqınızı halal eləyin, kanalıma abunə olun, mənə dəstək olun, like etməyi unutmayın, yorumlarınızı gözləyirəm. Siz də bişirin, yeyin, nuş olsun. Gələn videolarda görüşənədək hələlik.